Hazırda özünü dondurmuş 300 insan diriləcək günü gözləyir. Qəribə səslənsə də bu faktdır ki, dünyada 300-dən çox insan könüllü şəkildə özünü kriokonservasiyadan keçirdib. Yəni dondurub və onların əksəriyyəti Arizona və Michiganda xüsusi yerlərdə saxlanılır. Bu insanlar fiziki və hüquqi olaraq ölüblər, lakin onların bədənləri və beyinləri mənfi 196 dərəcə temperaturda vitrifikasiya adlanan proses vasitəsilə qorunub saxlanılıb. Bu metod bioloji mayeləri krioprotektor maddələrlə əvəz edərək buz kristallarının yaranmasının qarşısını alır. Əks halda bu kristallar hüceyrə strukturlarını məhv edərdi. Bu pasiyentlər elektrik enerjisinə ehtiyac duymadan soyuq qalan maye azotla dondurulmuş xüsusi qablarda saxlanılır. Belə qablarda müxtəlif insanlar özlərini belə demək olarsa saxlatdırıblar. Burada elm adamları, həmçinin bəzi milyonerlər, hətta dondurma prosedurunu həyat sığortası vasitəsilə ödəmiş adi insanlar da var. Tanınmışlardan beyzbol əfsanəsi Ted Williams, Bitcoin yaradıcılarından Hal Finney və kriokonservasiya layihəsinin əsasını qoymuş alim Robert Ettinger'dir. Minlərlə insan isə hazırda gözləmə siyahısındadır ki, bunları da dondursunlar. Donmuş vəziyyətdə olanlar isə daha da inkişaf etmiş gələcəyi gözləyirlər. Onlar inanırlar ki, gələcəkdə tibb o dərəcədə inkişaf edəcək ki, donmuş insanı diriltmək mümkün olacaq. Siz bu barədə nə düşünürsünüz izləyicilər? Fikirlərinizi təbii ki, şərhlərdə yaza bilərsiniz. Həmçinin maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Ən əsası özünüzdən müğayət.